Kimin xoşuna gələr ki, icra hakimiyyətinin qarşısında, məsəl üçün, gəlib orada saatlarla gözləsin və yaxud da ki, illərlə gözləsin. Heç kimin xoşuna gəlməz, heç kim onu heç özünə də yaraşdırmaz ki, niyə? Düzdür, indi kimisə vəzifə səlahiyyəti sıradan bir vətəndaşın vəzifəsindən üstün ola bilər. Amma bu o demək deyil ki, siz o adi vətəndaşa elə belə sıradan birisi kimi baxacaqsınız. Bizə görə fəaliyyət göstərirsiniz. Hamınız bizə görə. Biz olmasaq sizin fəaliyyətiniz kimə lazımdır? Əhali yoxdursa, yaşayış yoxdursa, nəyə lazımdır ki, icra hakimi başçısı yerdə? Məsələn deyək də, tutaq ki, misal olaraq çəkirəndə, məsələn, Qaxda yaşayış yoxdursa, nəyə lazımdır ki, Qaxın icra başçısı nəyə lazımdır ki? Və ya Sumqayıtda yaşayış yoxdursa, niyə lazım? Bizə xidmət eləyəsiniz deyə, orada deputatlardan biri də dedi, siz prezidentin yerlərdəki səlahiyyətli nümayəndəsisiniz ki, xalqa, vətəndaşa xidmət eləyəsiniz, amma deputatlar razı qaldılar. Hər halda heç kim öz ayranına da turş demir ki, yeri gəlmişkən bunu da deyə, hər də ki, hansısa deputatın icra başçısını tənqid etməsini də bilməm. 125 deputatdan 3-ünü görərik ki, o icra başçısını tənqid eləyər və yaxud da ki, ona irad bildirər.